Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC Seaview, MSC İtalyan gəmi şirkətlərinə aid MSC Seaview gəmisindəyik. Deməli, gəminin hovuzu və səhnəsi, hansı ki, bütün gün boyunca burada xoş suda vaxt keçirdə bilərsiniz, güneşlənə bilərsiniz. Ayrıca axşam saatlarında da burada böyük bir ekranda istər əyləncələr, şou proqramlar açıq havada həyata keçirilir. Bunun üst qismində olan bu zipline, kanat tipli və buradan da fərqli bir təcrübə həyata keçirə bilərsiniz. Kifayət qədər yeni gəmilərdəndir. Burada görürsünüz jacuzziləri. İstəkdən asılı olaraq istər hovuzda vaxt keçirdə bilərsiniz, istərsə də jacuzzilərdə. Ayrıca belə bir mini futbol və basketbol oynamaq üçün şərait var. Hansı ki, istəyə bağlı olaraq burada da kifayət qədər xoş vaxt keçirmək mümkündür. Çox böyük akvaparka sahibdir. Su sürüşkənləri indi göstərəcəm. Həm uşaqların əylənməyi üçün, həm də böyüklərin əylənməyi üçün kifayət qədər böyük akvaparklardan, su sürüşkənlərindən söhbət gedir. Diqqət edirsinizsə, bu hissə yuxarıdan aşağıda uşaqlar üçün olan və burada da uşaq hovuzu xidmətdədir. Belə bir sürüşkən, bu da uşaqların əylənə bilməkləri və xoş vaxt keçirməkləri üçün. Bu gəminin ən üst hissəsidir. 19-cu mərtəbədən söhbət gedir. Bu şəkildə gəmilərdə çox da hər gəmidə yüksək su sürüşkənlərinin çox olduğu gəmilər çox deyil. Yani böyle bir kanatdan geçmeye çalıştım sizin için. Aha, geldim buraya. Bu şekilde maraqlı yollardan ister böyüklər, ister uşaqlar geçerek eğlənə bilərlər. Havazada gəmi dayanıb deyə çox da insan yoxdur, amma bu şekilde diqqət edirsinizsə böyüklərin və uşaqların eğlənə bilməkləri üçün kifayət qədər məkanlar var. Su sürüşkənlərinə diqqət edirsinizsə, baxın, yəni təhlükəsizliklə əlaqədar əməkdaşlar mütəmadi buradadılar və yəni istər böyüklər, istər uşaqlar qayğısız qalmır və diqqətli bir şəkildə həyata keçir bütün bu əyləncələr. Bax belə.